EdNews TV-nin növbəti buraxılışında jurnalist Fuad Abbasov. Bugünkü qonağımız Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu. Azərbaycanın daxili və xarici siyasəti haqqında söhbət edəcəyik. Efirimizi mütləq bəyənin və paylaşın. Ağasif bəy, xoş gəlmişsiniz. EdNews-un ilk verilişlərindən birinə fəaliyyətimizə təzə başlamışıq. Sizin də izləyicilərinizi bizim verilişləri bəyənməsinə çağırıram. Gəlin biraz xarici siyasət haqqında danışaq. İsrail Xarici İşlər Naziri Bakıya səfər edibdi. Bunun region ölkələri və Azərbaycan əlaqələrinə necə təsir olacağını sizdən eşitmək istəyərdik. İranın Azərbaycana qarşı aparmış olduğu bu qeyri-konstruktiv fəaliyyətləri də nəzərə alaraq. Çox sağ olun Fuad bəy, dəvətiniz üçün sizi, kollektivinizi, izləyicilərinizi salamlayıram və fürsətdən istifadə edib xalqımızı Ramazan bayramı münasibətilə təbrik edirəm. Eyni zamanda sizləri də və kollektivinizi də. Fuad bəy, hesab edirəm ki, belə bir deyim var, tarix müxtəlif dönəmlərdə təkrar olur. Hazırda yaşadığımız tarixdə bir növ təkrar olmaq üzrədir. Biz bugün gördüklərimizi 2000-ci illərin sonlarında, daha doğrusu əvvəllərində 2001-2002-ci illərdə yaşamışıq. Həmin dövrdə də xatırınızdadırsa İran-Azərbaycan münasibətlərində, diplomatik əlaqələrində bir siyasi gərginlik vardı. İran qırıcı təyyarələri Xəzər dənizi sahillərində və Azərbaycanın digər bölgələrində hətta Bakı şəhərinin üstündən keçmişdilər. Bəli, sərhəd qaydalarını pozub, beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirirdilər. Həmin dövrdə də Azərbaycan qardaş Türkiyə ilə birgə Bakı səmasında bir türk təyyarələrinin, türk ordusunun, hərbi hava qüvvələrinin bir şousunu, hərbi şousunu nümayiş etdirdi. Ondan sonra İrana lazımi mesaj verildi və İran anladı ki, Azərbaycan tək deyil, bölgədə Azərbaycana yaxın olan, Azərbaycanla qardaş və sıx əlaqələrdə olan Türkiyə Azərbaycanı istənilən vəziyyətə tək qoymayacaq. Hesab edirəm ki, son dövrdə İranla Azərbaycan arasında başlanmış gərgin münasibət və bu bir növ yox, daha doğrusu bir mənalı olaraq İran tərəfindən Azərbaycana qarşı xüsusi belə, necə deyim, düşmən bir siyasət aparılır. Bunu biz 2020-ci ildə Qarabağda 44-cü savaşda Azərbaycan ordusunun Zəngilan, Cəbrayıl və digər əraziləri işğaldan azad edən zaman İran hərbiçilərinin törətdiyi maneələrdə misal göstərmək olar. Müharibədən sonra Azərbaycanın suveren ərazisinə Azərbaycan dövlətinin icazəsi olmadan qanunsuz yük daşımalarda, müəmmalı həm də deyərdim, yük daşımaları həyata keçirməklə Azərbaycana qarşı sayğısızlığını nümayiş etdirdiyini demək olar. Sonra biz işğaldan torpaqlarımızı azad etdikdən sonra orada bir su elektrik stansiyası tikdiyi məlum oldu. Orada indi biraz Azərbaycanla gərginliyə getirməkdən ötəri müəyyən siyasi manevrlərdir ki, razılaşdırılmışdı və s. İlaxır. Daha sonra İranında Azərbaycan səfirliyinə belə demək mümkün terror aktını... İngiltərədən başladı. İngiltərəni də demək lazımdır. Xarici ölkələrdə Azərbaycan səfirliklərinə basqın, ardından İranda Azərbaycanın diplomatik korpusuna və Azərbaycanın belə demək mümkünsə ərazisi hesab olunan səfirliyinə silahlı basqının, silahlı terrorun və həmin terror ardından İranın televiziyalarının həmin o terrorçunun heç nə olmamış kimi müsahibələrə çıxartması, sonra da psixoloji durumu ilə bağlı bir xəstə adı qoyması və s. və ardından Azərbaycan qanunverici hakimiyyətinin nümayəndəsi, Milli Məclisinin deputatı Fazil bəy Mustafaya qarşı törənilən terror aktı və bu gərginliklərin fonunda İsrailin Xarici İşlər Nazirinin Azərbaycana səfəri, mən deyərdim, və fikirlərimin əvvəlində 2001-2002-ci ildə baş vermiş Türkiyənin hərbi hava qüvvələrinə məxsus təyyarələrin Azərbaycan üzərində hərbi şou göstərməsinin bir başqa formada bənzəridir. Təbii ki, İran müxtəlif bahanələr işlədir. Azərbaycan, daha doğrusu mən diqqətdən qaçdı, Qafanda
gedib İranın, Azərbaycanın Zəngəzur dəhlizi keçəcəyi bölgədən konsulluq açması və Ancaq Ermənistanın Təbrizdə konsulluq açılması və Ermənistan-İran sərhədlərini heç bir qüvvəyə, heç bir dövlət imkan vermərik, pozsun deyərək Azərbaycanı təhdid etməsi, bəli, o bizim qırmızı xəttimizdir, söylənilməsi və bunları bəhanə edirlər ki, onların da argumenti təxminən belədir ki, Azərbaycan İsraildə niyə səfirlik açır? Birincisi, Azərbaycan müstəqil dövlətdir, istədiyi dövlətlə iqtisadi, siyasi və digər əlaqələri qurmaqda sərbəstdir. Bu, Azərbaycanın daxili işidir. Bunu Azərbaycanın prezidenti, Azərbaycanın aidiyyatı qurumları qərarı verə bilər. İran və yaxud da X bir ölkə kimdir ki, Azərbaycanın hansısa bir dövlətlə münasibətlərinin tənzimləyicisi olsun. Bu, təbii ki, bəhanədir. Sadəcə, İranı narahat edən, 44 günlük savaşdan sonra narahat edən hesab edirəm ki, tərəflər var. Bu, qonşuluqda qüdrətli Azərbaycanın formalaşmasıdır. Ardından Türkiyə-Azərbaycan arasında Şuşada imzalanmış məlum Şuşa bəyannaməsidir. Buna paralel olaraq Türk dövlətlərinin bir qədər də yaxınlaşması, müxtəlif adlar altında təşkilatlar yaratması və s. hesab edirəm ki, təbii ki, İran rejimini narahat edir və mən hesab edirəm ki, orada hədəf İranda yaşayan təkcə Azərbaycanlıların hüquqları pozulmur. Orada yaşayan digər etnik azlıqların, o cümlədən farsların da hüquqları pozulur və bu hüquqları pozan və qonşu dövlətlərə sayğısız münasibətlər sərgiləyən İran rejimidir. Orada hər hansısa bir millətin, hər hansısa bir xalqın suçu yox. Rejimdir, onun dövlət maraqları var, dövlət maraqlarını həddən artıq üstəliyir, qonşularının daxili işlərinə qarışacaq qədər və hesab edirəm ki, İran lazımi səviyyədə Azərbaycan xalqının həmrəyliyi ilə və Azərbaycanın dost dövlətlərinin, müttəfiq dövlətlərin İrana göstərdiyi reaksiya ilə yerini görmüş olub və hesab edirəm ki, bu gərginlik irəliyən zamanlarda azalan xətlə sonlanacaqdır. Əlbəttə ki, İsrail-Azərbaycan əlaqələri İran üçün böyük bir bəhanədir. Təbii. Və İran Azərbaycanın ümumiyyətlə müstəqilliyini həzm edə bilir. Yəni ki, müstəqil siyasi, xarici siyasət aparmasına qıcıq olur. Və həmişə də bu İsrail məsələsini Azərbaycan sionistlərə qucaq açdı, falan beşməkan şəklində bir bəhanə göstərir. İndi sizcə, bax, bu səfər İran tərəfinin növbəti bəhanə veririk də onlara elə bir ki. Mən deməzdim. Yəni bunlardan nə gözləmək olar? Bunların növbəti addımı Azərbaycana qarşı nə ola bilər sizcə? Mən deməzdim bəhanə veririk. Mən deyərdim İrana onun Azərbaycana son 2 ildə etdiyi təzyiqlərin heç bir fayda vermədiyinin nümayişidir. Azərbaycana İsrailin Xarici İşlər Nazirliyinin səfər etməsi. Yəni Azərbaycan bir növ diplomatik qaydada mən sən nə mövqe sərgiləməyindən asılı olmayaraq öz bildiyim, doğru bildiyim yolla gedəcəm və gedirəm mesajını İrana verir. Və hesab edirəm ki, artıq bu dalandır. İranın Azərbaycana edə biləcəyi bütün vasitələr siyasi mənada bitib. Ən sonu İranın bacara biləcəyi terror məsələsidir və hesab edirəm ki, Azərbaycan xüsusi xidmət orqanları da ayıq-sayıqdılar bu sahədə və hər hansı bir təhlükə yoxdur. Azərbaycanın qonşu dövlətlərlə quru sərhəddi bağlıdır. Hava sərhədləri də çox ciddi qorunur və son 1 ay 40 gün ərzində Azərbaycanın hüquq mühafizə orqanları və xüsusən kəşfiyyat orqanları, xüsusi xidmət orqanları kifayət qədər uğurlu əməliyyatlar keçirtdi. Xarici dövlətlərə bağlı və xüsusən də İrana, o İranın şərq şəbəkəsinə bağlı, SEVAH-a bağlı və digər qurumlarına bağlı bir xeyli vətən xainlərini, vətəninə qarşı vətəninin dövlət maraqlarını, həmin o işlədiyi dövlətin maraqlarını, vətəninin dövlət maraqlarından üstün tutan şəxslərin böyük vətənini satan desək daha düzgün olur. Elə ən qəşənci 274-cü Cinayət Məcəlləsinin 274-cü maddəsində ifadə olunur. Qısa və lakanik vətən xaini. Onları müəyyənləşdirərək neytrallaşdırılması və qanun qarşısında mühakiməyə çıxartması o İranın Azərbaycanda təsir imkanlarında bir qədər daxildə olan təsir imkanlarını, qollarını belə demək mümkünsə kəsib bitirdi. Deməzdi bitirdi, əslində kəsdi. Yenə də qalır, bu bir mesaj idi, hesab edirəm İrana ki, bütün proseslər
bütün şəbəkəniz nəzarət altındadır. Bir qismini biz neytrallaşdırdıq. Məcbur etməyin digərlərində məsuliyyətə cəlb edək. Yəni, bilirsiniz, çox qısa bir zamanda, qısa müddətdə böyük bir şəbəkələr ifşa olundu. Bəli. Ümumiyyətlə, İran-İsrail əlaqələrində uzun müddətdə dayanan bir qarşıdurma var və İsrail də boş deyən var. Bir yandan Şah Pəhləvinin oğlunu dəvət edir və İranda bir qism Fars, hansı ki doğrudan da rejimə qarşı çıxan insanlardır, onları öz tərəfinə çəkmiş olur. Bir yandan da Azərbaycana Xarici İşlər Naziri göndərir və bu şəkildə İranı bir hər tərəfli bir blokadaya alır ki, yəni baxın, yəni hər şey sənin fikirləşdiyin kimi deyil. Biz Azərbaycan olaraq, yəni sizdən ilk sualım İranın bizə növbəti addımı nə ola bilərdi? Azərbaycan olaraq bax İranın apardığı təxribatlar, ələxüsus terror təxribatlarıdır. Yəni bu terror dövləti ilk dəfədir bu kəlməni eşitmirik. Azərbaycan onlara qarşı ata biləcəyi növbəti addım sizcə necə ola bilər? Fuad bəy, mən hesab edirəm ki, belə demək mümkünsə, Azərbaycan qonşu dövlətlərlə, sərhəd dövlətlərlə sülh və əmin-amanlıq içində yaşamağı seçən bir dövlətdir. Azərbaycanın torpaqlarını Ermənistan əminəm ki, işğal etməsəydi, Ermənistanla da bugün çox normal, sivil əlaqələr qurulmuşdur. Gürcüstan kimi. Bəli, ən azından. Rusiya ilə bizim gözəl münasibətlərimiz var. Gürcüstanla söylədiyiniz kimi normal münasibətlərimiz var. Qardaş Türkiyə ilə normal münasibətlərimiz var və dünya dövlətlərinin böyük əksəriyyəti ilə normal münasibətlərimiz var. Bunu mən qoşulmama hərəkatına davamlı olaraq 2 dəfədən artıq, 2 dəfə Azərbaycan Respublikasının prezidentinin sədr seçilməsinə söykənərək deyə bilirəm. Yəni, bizim dünya dövlətləri ilə, hamı ilə, nəinki qonşu dövlətlərlə normal münasibətlərimiz var. Yeganə olaraq, hərdən Rusiya ilə siyasi münasibətlər gərginləşir. Onun müstəqil dövlətlər birliyinə keçmiş Sovet, post-Sovet məkanlı təsir imkanlarından bu qaynaqlanır. Yenə də o xülya ilə hərəkət edəndə Azərbaycan öz dövlət maraqlarından çıxış edir. Amma bu İran qədər olmuyor heç zaman. 70 il biz Ruslarla bir yerdə yaşamışıq. Və Ruslar da Azərbaycan xalqının psixologiyasını və xarakterini çox gözəl bilir və bilir haraya qədər gedə bilər, harada dayanmalıdır. Digər tərəfdən Ermənistan ərazilərimizi işğal edib, münasibətimiz gərgin olub. Bu dəqiqə artıq müharibə səviyyəsində münasibət yoxdur. Azərbaycan torpaqlarının böyük əksəriyyətini işğaldan azad edib, Xocalı və Xankəndi daxil olmaqla bir balaca ərazilər qalıb. Bunlar da hesab edirəm ki, yaxın vaxtlarda bitəcək və Ermənistan-Azərbaycan arasında sülh sazişi imzalanacaq və yenə də qonşuluq münasibətləri davam edəcək. Burada İranla da Azərbaycanın hər hansı bir problemi yoxdur. İran İsraillə nə siyasət aparır, özləri bilər. İran Suriya ilə və ya da qonşu dövlətləri ilə nə siyasət aparır, yenə də özü bilər. Daxili işidir. Daxili işidir. Bizim də daxili işimiz amma qarışmamaq. Mən səni sevə bilərəm, sən məni sevməsən də alınmaz. Yəni burada qarşılıqlı olmalıdır. Sən mənə hörmətlə yanaş, mən də sənin siyasəti və öz dövlətimin maraqları daxilində hörmətlə yanaşır. Zamanında mən burada xüsusi bir haşiyəni icazənizə deyim. Allah rəhmət eləsin. Keçmiş prezident İlham Əliyevin dönəmində İran qərb münasibətləri daha gərgin idi. Azərbaycan həmin dövrdə bir mənalı olaraq, hətta bununla bağlı bir açıqlama da vardı prezident Əliyevin ki, Azərbaycan ərazisindən İrana qarşı heç bir zaman istifadə olunmayacaq. Bu 2002-ci illərin təxminən. Həmin o dövrdə İran Azərbaycanın hava sərhədini pozurdu. Buna rəğmən prezident Əliyev beynəlxalq tədbirlərin birindən çıxanda jurnalistlərə açılmasını söyləmişdir. Yəni, Azərbaycan qonşuları ilə sülh və əmin-amanlıq içində yaşamaq xətti seçir. Amma təbii ki, sualınızın əsas məqsədinə gəlsək, Azərbaycan İrana qarşı münasibəti və təsirləri nədən ibarət olacaq? Bu, İranın Azərbaycana qarşı apardığı düşmənçilik siyasətindən asılıdır hesab edirəm. İran dayanacağı halda Azərbaycan sülh və qonşuluq siyasətini davam etdirəcəkdir. İran dayanmayacağı halda Azərbaycanın kifayət qədər İrana təsir edə biləcək imkanları var. Ən azından unutmaq lazım deyil ki, 30 milyondan artıq soydaşımız İran ərazisində yaşayır. Bilirsiniz, proses nədən başladı? Proses zəfərimizdən sonra ilk hərbi paradımızda ərazi ayırdılar. Türkiyə qonşu Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəb Tayyip Ərdoğanın söylədiyi şeirlə başladı. Daha sonra Qafqaz Müsəlmanları Ruhani İdarəsinin rəhbəri Allah Şükür Paşazadənin ki, biz Qarabağı
filan Əyyətullahın fətvası ilə almışıq. Bilirsiniz, mən elə də təcrübələnirəm ki, bu qədər əməliyyatlar keçirildi. Hacı Allah Şükür Paşazadə o kresloda qalır. Birinci mən hesab edirəm ki, ondan başlanılmalıydı. Yəqin dövlətin bildiyi, bizim bilmədiyimiz müəyyən məsələlər var. Hər halda, amma mən arzulayardım ki, bu proses başlayıbsa, nöqtəsi də qoyulsun. Yarımçı saxlanılmasın. İranın Azərbaycana mən baxıram, sosial şəbəkələrdə hər gün izləyirəm, xüsusən də TikTok sosial şəbəkəsində informasiya müharibəsi hal-hazırda da davam edir. Azərbaycan təhdid edilir, hər gün videolar paylaşılır müxtəlif formalarda. Azərbaycanın ictimai xadimlərinin, politoloqlarının etdiyi çıxışlar məzmundan çıxarılaraq, korrekt edilərək İran maraqlarını təmin edəcək formada həmin o TikTok səhifələrində təbliğ edilir və bir növ Azərbaycana poligona çevriləsən mesajları verilir. Amma bu mesajı vermək istəyən o şəbəkəni idarə edənlər əmin olsun ki, Azərbaycan üçün maraqlı, öndə olan öz xalqının, öz dövlətinin maraqlarıdır. Hansısa dövlətin maraqları deyil. Və İran Azərbaycana qarşı düşmənçilik siyasət aparmasa, Azərbaycan da elə bir niyyəti olmayıb. Ən azından bu günə qədər olmayıb və bundan sonra da olası deyil. Dinimiz bir, mədəniyyətimiz təxminən yaxın, yəni nə baxımdan Azərbaycan bir qədər Avropa inteqrasiya yolu seçib, biraz fərqlər var, amma qismən yaxınlıq var. Bizim adət-ənənələrimiz daha yaxındır, 30 milyondan artıq soydaşımız yaşayır və biz düşmənçilik siyasəti aparmaq istəmərik. Və heç bir zaman da istəmərik ki, İrana qarşı hər hansısa bir üçüncü dövlət hərbi müdaxilə etsin. Ona görə istəmərik ki, orada yenə də 30 milyondan artıq Azərbaycanlı yaşayır. Amma İran bunları dəyərləndirə bilməyəcəyi halda Azərbaycanın da diplomatik, siyasi cəhətdən İrana təsir edə biləcəyi çox imkanlar var. Mən hesab edirəm ki, onları açıqlamaq doğru olmaz. İran hər halda özü yaxşı bilir. Əlbəttə ki, İranın öz alacağı qərarlardır. İnşallah bu da İranın daxili işidir. Seçim bəli. Yəni nəticə etibarilə müəyyən bir rejim var. O rejim də Azərbaycana qarşı belə münasibət göstərən. Yəni İran xalqı yəni propagandanın altında qalsa da Azərbaycana o münasibəti göstərmir. Ələxüsus 30 milyon azərbaycanlı. Qərb qonşumuzdan biraz danışaq. 2 əsgərimiz orada əsir götürülübdür və Vətəndaş Müqaviləsi fraksiyasının deputatı Armen Xaçatryan açıqlama verib ki, Azərbaycan hərbiçiləri istintaq bitənə qədər Bakıya qaytarılmayacaq. Bu yanaşma nə qədər doğrudur və əsgərlərimizə qarşı aparılan cinayət işi və onların ümumiyyətlə bu təzyiq altında qalması, şiddət göstərməsi, əllərinin bağlanaraq, dünya ictimaiyyətinin buna səssiz qalması, bütün bunları necə şərh edə bilərsiniz? Bir də buna qarşı, əsgərlərimizə qarşı istintaq prosesi nə qədər şəffaf olacaq? Bütün bunları biz necə reaksiya göstərməliyik sizin fikrinizcə? Mən hesab edirəm ki, o fraksiyanın deputatının səsləndirdiyi bəyanat boğazdan yuxarı işlənən bir ifadədir. Üç tərəfli bilirsiniz, görüş olacaq Paşinyan, Əliyev və Putin arasında. Hesab edirəm ki, həmin görüşdən dərhal sonra həmin o istintaq bitənə qədər burada qalacaq zat bu pafoslu, axlı auditoriyaya hesablanmış bir çıxışdır. Populist çıxışdır. Populist bir çıxışdır, bəli. Azərbaycandan dərhal ekstradisiya olunacaqlar. Bu məsələ bununla da bitəcəkdir. Təbii ki, biz ermənidən ədalətli bir istintaq gözləyənməliyik. İkincisi, Azərbaycan əsgəri təbii ki, bu dünyanın müxtəlif vaxtlarında, müxtəlif yerlərində olub. Hətta Ermənistan əsgərləri də azıb Azərbaycana gəlibdir. Hətta nəinki azıb, könüllü olaraq Azərbaycana təslim olan ailələr olubdur. Onları Azərbaycan dövləti himayə edib, saxlayıb, sonra da üçüncü dövlətə keçməyinə şərait yaradıb. Ailələr olub. Və çox sivil qaydada. Bu Ermənistanın məğlub dövlət olaraq bizim Azərbaycan əsgərinə göstərdiyi tavır, münasibət məğlubiyyətinin adısının ifadəsidir. Azərbaycan əsgərində mən baxdım, ürək ağrısı ilə baxmadım, onu da xüsusi olaraq vurğuluyum. Niyə ürək ağrısı ilə baxmadım? Azərbaycan əsgərinə qarşı törənmiş o işgəncələrə rəğmən, hətta biri ayaqqabı ilə üzünə belə vurur, ayaqla. Ona rəğmən Azərbaycan əsgəri məğlub dayana bilir. Və həmin o əsgərin üzərində olan o dodaq partlaması, üz şişkinliyi Azərbaycan ordusunun nə qədər qüdrətli olduğunu göstərir. Nə mənada? Sivil insanlar, daha doğrusu sivil, əlində silah olmayan bir əsgərə qarşı 5-10 erməninin düşüb də öz 44 günlük uğursuzluğundan sonra bir əsgərindən Azərbaycanın
yəni döyərək, təhqir edərək qisas alması özü növbəti bir məğlubiyyətdir. Və hesab edirəm ki, Azərbaycanın çox gözəl bir xarici siyasəti var. Mən bunu yeganə bir məsələdir ki, biz mövcud iqtidarın daxili siyasətini bəyənməsək də, xarici siyasətdə bir mənalı olaraq yanındayıq. Və hesab edirəm ki, boğazdan yuxarı səslənən bəyanatlara fikir vermək lazım deyil. Ermənistan Azərbaycanla kapitulyasiya imzalamış bir dövlətdir 10 noyabr tarixində. Və Azərbaycan əsgərini yaxın, mən indi vaxt demək biraz istəməzdim, amma yəqin ki, yaxın bir 30 gün ərzində, maksimum 40 gün ərzində Azərbaycana verəcək yox, Azərbaycan alacaq. İnşallah. İnşallah buna hər kəs əmin olsun. İrəvanda keçirilən beynəlxalq idman yarışında Azərbaycan bayrağına qarşı təxribat törədildi və bunu edən şəxs polis idarəsinə aparılsa da sonradan buraxıldı. Sizə bütün çıxışlarda Azərbaycan tərəfi ilə sülhün əldə olunmasının vacibliyindən danışan Paşinyan bu təxribatın iştirakçısını niyə cəzalandırmadı? Sizcə bundan sonra bizim Azərbaycan tərəfindən atılacağı addımlar nədir? Mən ən son aldığım xəbərlərə görə Azərbaycan Baş Prokurorluğu apardığı istintaq çərçivəsində bayrağı yandıran adamı beynəlxalq Interpol yolu beynəlxalq axtarışa verib. Yəni, bu işin nəticəsi sizcə necə gözləyirsiniz? Mən hesab edirəm ki, Ermənistan daxilində kifayət qədər revanşist qüvvələr var. Və hamı bilir, hər kəsə açıqdır. Paşinyanın Sorosla olan əlaqələri, Qərblə olan əlaqələri, yəni bir sir deyil. Və təbii ki, Rusiyaya yaxın siyasi dairələr və siyasi partiyalar var Ermənistanda və onlar hər vəclə, hər fürsətdə Qərbin dəstəklədiyi Paşinyanı siyasi hakimiyyətdən uzaqlaşdırmaq istəyir. Və bilirsiniz, mən deyərdim Paşinyanın bəzi çıxışlarında mən baxmışam, bəzi etirafları ilə tanışam, elə siz də tanışsınız. Mən hesab edirəm ki, Paşinyan daxili revanşist qüvvələrdən narahat olmasaydı, çoxdan Azərbaycanla sülh sazişini imzalamışdı. Sadəcə daxildən o qorxu imkan vermir. Məsələn, 10 noyabr bəyanatı imzalanan gecə Ermənistanda, Yerevanda nələr baş verirdi? Ermənilər, o revanşist qüvvələr, Koçaryan, Sarkisyan və digər zamanında hakimiyyətdə olmuş siyasi partiya rəhbərləri parlamentə hücum etdi, deputatları döydü, hətta səhv etmirəmsə spikeri döydülər və s. Və bir gecə ilə az qalmışdı hakimiyyəti dövlət çevrilişinə imza atsınlar, amma alınmadı. Daha sonra alınmadı Paşinyanın uğurlu gedişi sayəsində. Düşmən olsa da, düşmən dövlət olsa da bunu demək lazımdır. İstefa verdi, dərhal növbədənkənar seçkilər çağırdı və növbədənkənar seçkilərdə də məğlub olmasına baxmayaraq, müharibədə məğlub olmasına baxmayaraq seçkidə qalib gəldi. Bu həm də Ermənistanda 54%, 55% səs almış Paşinyan, o 54-55% üzərindən həm də revanşistlərə mesaj vermiş oldu ki, biz təslim aktının yanındayıq və mənim seçicilərim 10 noyabrda imzalanmış bəyanatı müdafiə edir. Bunu elə şeylər var ki, siyasətdə açıq demək, yəni Paşinyan bacara bilməz. Bir gecədə siyasi olaraq məhv olar. Bu reallıqdır. Və hesab edirəm ki, Paşinyan çalışır ki, Rusiyasız bu prosesi həll eləsin. Və Rusiyada son bəyanatı var. Rusiya Xarici İşlər Nazirliyinin belə bir bəyanatı var ki, Avropa İttifaqı və Avropa dövlətləri bu danışıqlar prosesində regionda olmayan dövlətlər bu danışıqlar prosesində iştirak etməklə prosesi əksinə gərginləşdirir. Bir daha sübut olunur ki, bu prosesin həlli Rusiya, Ermənistan, Azərbaycan üçlüyünün apardığı danışıqlar nəticəsində uğurlanıla bilər. Təxminən belə bir bəyanatı var. Bir 10 gün deyil bu bəyanat verilir Xarici İşlər Nazirliyi Rusiyanın tərəfindən. Və hesab edirəm ki, bu daxildə baş verən Azərbaycan bayrağına qarşı sayğısızlıq, sərhəddə müəyyən zamanlarda təxribatlar və s. buna xidmət edir və Paşinyanın küncə sıxılmasına rəvac verir. Paşinyan sadəcə bir qədər cəsarətli olmalıdır, hesab edirəm. Azərbaycan təbii ki, bu təxribatlara layiqincə cavab verib və bundan sonra da verəcəkdir. Heç bir revanşist qüvvə, hətta Paşinyan da revanşist qüvvələrlə bərabər olmuş olsaydı belə, Azərbaycan ordusunun qarşısında duruş gətirə bilməz. Amma Paşinyanın çıxış yolu var. Sadəcə mən hesab edirəm ki, bu çıxış yolunu Paşinyan hal-hazırda dəyərləndirmir. Ona görə ki, 14 may gözləyir. Çıxış yolu Türkiyə ilə sərhədlərin açılması, Türkiyə ilə birbaşa
vasitəçisiz danışıqlara start verməsi, Türkiyə-Ermənistan münasibətlərini bərpa etməsi, normallaşdırması və bunun üzərindən Azərbaycanla dərhal sülh sazişinin imzalanması və s. Bu addımlar atılmalıdır. Bu həm də Ermənistanın inkişafı üçün önəmlidir. Azərbaycanla ticari əlaqələri formalaşacaq, götürdüyü öhdəlikləri 10 noyabrda götürdüyü öhdəlikləri icra edib tam bitirdikdən sonra Azərbaycanın Xankəndi, Xocalı ərazilərində olan qanunsuz silahlı birləşmələr tərk edilib, Azərbaycanın tam idarə edilməsinə verilməli, sülh məramlarının çıxarılması, Zəngəzur dəhlizinin açılması Ermənistan iqtisadiyyatına bəlkə də ildə 1 milyard dollardan artıq Azərbaycan tərəfindən xeyir verilmiş olar. Türkiyə tərəfini mən elə demirəm, söyləmirəm. Bu təxminən Ermənistan büdcəsinin 2 dəfə, Ermənistan iqtisadiyyatının isə 3 dəfə artmasına gətirib çıxara bilər. Mən hesab edirəm ki, Paşinyan da bunu bilir və dəyərləndirir. Sadəcə qardaş Türkiyədə bir qədər gərgin siyasi, belə demək mümkünsə, seçki gedir, seçki kampaniyası gedir. Rəqiblər hər ikisi yetkin siyasətçilərdir, hər ikisi kifayət qədər sosial bazası və tərəfdarı olan siyasi qüvvələrdir. Bir tərəfdən Türkiyənin hazırki prezidenti Recep Tayyip Erdoğan, digər tərəfdən müxalifətin vahid adayı Kemal Kılıçdaroğlu və hesab edirəm ki, hətta nəinki Ermənistan kimi cırtdan bir dövlət, regionda olan böyük dövlətlərdə Türkiyədəki seçimlərin nə ilə bitəcəyini intizarla gözləyir, kəşfiyyat ələxsus Rusiya, dünyanın ən böyük dövləti bir mənalı olaraq. Və hesab edirəm ki, sonda qazanan Türk xalqı olacaqdır həmin seçkilərdə də. Bəli. Türk xalqının iradəsini heç bir hər hansısa bir beynəlxalq qüvvəmi deyim, hər hansısa bir xüsusi xidmət orqanımı deyim, mən Recep Tayyip Erdoğanın son bəyanatı ilə tanışam. Elə Türkiyədən söz açılmışkən ki, qərb Türkiyədəki seçkilərə müdaxilə etmək istəyir, daxildən sabitliyi pozmaq və s. Mən amma qəti narahat deyiləm. Mən hesab edirəm ki, heç bir qüvvə, heç bir beynəlxalq təşkilat, heç bir super dövlət Türk xalqının iradəsinə təsir edə bilməz. Bunu da 2016-cı ilin məlum darbəsinə söykənərək söyləyirəm. Doğrudur. Azərbaycan, nəinki Azərbaycan, bütün dünya Türk xalqının əliyalın tankların üzərinə, tankların qarşısına çıxmasını görübdür. Bu Türk xalqının iradəsidir. Bəli, tamamilə düzdür. Rusiyadan bəhs etdik, sülh məramlardan bəhs etdik. Əlbəttə Rusiya da Türkiyəni çox ciddi şəkildə izləyir, amma Rusiyanın daxilində həm ermənipərəst, Azərbaycana, Türkiyəyə qarşı çıxan qüvvələr var. Onlardan da biri Dövlət Dumasının deputatı Konstantin Zatulindir. Zatulin keçən açıqlamasında deyib ki, Azərbaycan tərəfindən növbəti akt Rusiyanın sülh məramlı kontingentinin müddətinin uzadılmasına imtina etməsi olacaq. Bu, erməni xalqının faciəsinin yeni dövrüdür şəklində bir açıqlama eləyib. Və xatırladaq ki, Zatulin hər zaman Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan bir millət vəkilidir, hansı ki Soçi bölgəsindən seçilib. Soçi bölgəsi də ermənilərin daha çox yaşadığı bir bölgə olduğu üçün bu tatar əsilli olmasına baxmayaraq ermənilərin mövqeyindən çıxış eləyir. Doğrudan da Rusiya o sülh məramlıların vaxtının uzadılması deyə bir tələb ortaya qoya bilərmi? Biz onsuz da onların çıxmasını, nəinki vaxtı bitəndə, indidən çıxmasını istəyirik. Bəli. Bu tələbə qarşı bizim tavrımız, bizim şərhimiz necə olacaq? İlk öncə Fuad bəy, çox maraqlı sual üçün təşəkkürümü bildirim sizə və o deputatın adı yadımdan çıxdı. Konstantin Zatulin. Zatulin. Mən hesab edirəm ki, bu Zatulinin mövqeyi deyil. Bu Azərbaycana qarşı hər zaman və xüsusən Azərbaycan hakimiyyətinə qarşı kəskin, açıq, publik fikirləri olmasa da arxa mətbəxdə Azərbaycana qarşı bir, necə deyim, düşmənçilik mövqeyində olan Qosdumanın rəhbəri Vyacheslav Volodin. Bəli, Volodinin mövqeyidir, hesab edirəm. Mən Volodinin Azərbaycan siyasi qüvvələrinə, Azərbaycanın siyasi hakimiyyətinə nə münasibətli olduğunu çox gözəl bilirəm. Hətta o bir qədər də irəli gedərək bəzi şəxslərlə söhbətdə onun mövqeyinin öz mövqeyi olmadığını dəfələrlə deyib, Putinin mövqeyi olduğunu deyib, hər dəfə də yalan olduğu üzə çıxıb, məlumat üçün bunu da deyib. Mən nə dediyimi bilirəm, ola bilər biraz mücərrət oldu, sadəcə yəni demək, belə deyək, qısaca belə deyək də, Volodinin başındakı Zatulinin dilindədir. Bəli, mövzu budur.
Volodin, mən burada da bir ikinci il deməsi, Milyarderlər İttifaqı zat hamısı onun otağında layihəsi cızılmış proje idi. Bəzi adamlar bilməyə bilər, amma çox az saydadan bunun Milyarderlər İttifaqı siz Azərbaycanlı milyarderlər deyirsiniz. Yəni Azərbaycanlı milyarderlərin, bəli, 2013-cü ildə Savor deyilən bir təşkilat var idi, Abbas Abbasovun rəhbərliyi etdiyi. Birbaşa Volodin otağında O vaxtki görəvi nə idi onun? Qostumanın sədridir. O vaxtı Qostumada mən bildiyim qədərilə ya da sədr müavini nəsə belə fason idi. Dəqiq yanında deyəm mənə. Yox, amma Qostumada idi. Dəqiq Wikipediyadan baxa bilərsiniz. Dəqiq oydu. Çünki o ola bilər. müəyyən efir söhbətdir. Yox, problem yoxdur. Yəni ki, sonuçta qonşu dövlətin parlamentin müzakirə edir. Bəli. Yox, 13-lə bağlı hadisəni nəzərdə tuturduq. O layihə də onun mövqeyi idi və o çalışır ki, Azərbaycanda siyasi hakimiyyət dəyişsin. Nəyin hesabı olur olsun. Və namizədlər də bəlli idi. İlk birinci il kim olacaq, bir ildən sonra növbədə həmçinin prezident seçkiləri olacaq və kim prezident olmalıdır və s. və s. Maraqlı söhbətdir. Bunu biz ayrıca bir mövzu eləyib söhbət eləyək. Çünki Rusiya Azərbaycanlıları da bizi izləyir. Və onlara da maraqlıdır ki, görəsən bu başladı, dağıldı, kimlər gəldi, kimlər getdi. Başladı, sadəcə Volodin Putini inandıra bilmədi. Ona görə dağıldı. Və 2013-cü ilin avqustunda Rusiya prezidenti Bakıya, səhv etmirəmsə, Xəzər dənizi vasitəsilə gəldi avqustunda. Və Azərbaycan prezidenti ilə, Azərbaycanın dövlət vəzifələri ilə isti münasibəti və s. həmin o Milyarderlər İttifaqını və Volodinin planlarını beşikdəcə ölü doğmuş körpüyə çevirdi. Bitdi bundan da. Alada bilmədi. Nəsə, əlqərəz sualınıza gəldikdə, Volodinin beynindəki, həmin deputatın dilindəki... Yəni, Zatulin sərbəst adam deyil, nəticədə sifarişləri yerinə yetirir. Əmin olun ki, bütün məsələləri nə Zatulin, nə Volodin həll edir. Azərbaycan-Rusiya münasibətlərini, Rusiya prezidenti və Azərbaycan prezidenti münasibətlərini müəyyən edir və o deputatların nə deməsinin, Volodinin hansı mövqedə olmasının heç bir önəmi yoxdur. Yekunda Azərbaycan prezidenti Rusiya prezidenti ilə məsələləri özü həll edəcəkdir. O deputatın boğazdan yuxarı nə deməsinin heç bir önəmi yoxdur. Azərbaycana psixoloji təzyiq göstərmək istəyirlər, təhdid. Bu bilirsiniz, Azərbaycan bir qədər bəxtsiz dövlətdir, sözün yaxşı mənasında. Qonşular cəhətdən bəxti gətirməyib. İndi bu coğrafi məkandayıq. Qədərimizdir bu. Amma Azərbaycan coğrafi ərazi cəhətdən balaca bir dövlət olsa da, böyük imperialist dövlətlərin mərkəzində yerləşir. Cənubda İran, Rusiyada, şimalda Rusiya, qərb tərəfdən qardaş Türkiyə, Gürcüstan, Ermənistan. Ermənistanlar cırtdan balaca dövlətlər kimi mənə. Bu iki imperialist dövlət Azərbaycana qarşı heç bir zaman dost mövqeyidə olmayıb. Problem budur. Bəli. Cənub Azərbaycanı öz ərazisi hesab edir, Şimal Azərbaycanı öz ərazisi hesab edir. Bu məsələ budur. Və belə bir imperialist dövlətlərin mərkəzində Azərbaycan dik, məğrur, ərazisi balaca, əhalisinin sayı o imperialist dövlətlərin sayı ilə müqayisə olunacaq səviyyədə olmaya, dik, məğrur, qürurlu dayana bilirsə və müstəqil siyasət apara bilirsə, bu Azərbaycanın dövlətinin, Azərbaycan xalqının iradəsinin ifadəsidir. Azərbaycan dövlətinin, mən bunu müxalifət olaraq deyirəm, başına dayanan şəxslərin necə doğru, dürüst, xarici siyasət apardığının məharətlə manevr edə biləcək imkanda olduğunun göstəricisidir. Bu özü bir fərasət məsələsidir. Əlbəttə ki, Dövlət Dumasından söhbət elədik, gəlin bizim Milli Məclisə qayıdaq. Milli Məclis deputatı ən son açıqlamalarında Vahid Əhmədovdan danışıram. Vahid Əhmədov ən son açıqlamalarının birində deyib ki, Milli Məclis deputatlarının bir çoxu bizneslə məşğuldur. Hərçənd bu qanunvericilikdə qadağan olunmuş bir şeydir. Və sizcə bu nə qədər doğrudur? Və doğrudursa bununla necə mübarizə aparmaq lazımdır? Bilirsiniz, mən Vahid Əhmədovun birinci şəxsiyyətinə də hörmət edirəm. Xətri əziz olan deputatlardan biridir və ən əsasda xalq tərəfindən seçilmiş deputatlardan biridir. Təyin edilmiş deputatlardan deyil. Məsələ ondan ibarətdir ki, mən hesab edirəm, bu acı həqiqətdir. Vahid Əhmədov sadəcə cəsarət ortaya qoyaraq həqiqəti dilə gətiribdir. Məyər Elnur Allahverdiyevin kontakt şəbəkəsinin ona aid olduğunu Azərbaycanda kim bilmir? Satıcısından tutmuş, alıcısına qədər hamı bilirdi. Bu sir deyil ki. Və yaxud da hörmətli millət vəkili Ağalar Vəliyevin Novostroyka yeni tikili binalar tikdiyini, kristal brendad altında ülkədə kim bilmir ki? Uşaqdan tutmuş,
Böyüyə qədər hər kəs bilir. Əslində Vahid Əhmədov hamının bildiyini deyib. Sadəcə deyib, cəsarət ortaya qoyub, həmkarlarının haqqında bu fikri bildirib. Bu, yəni, mən ikisinin adını dedim. Bu işlər də deyə bilərsiniz, yəni, bizim efirimiz açıq efir. Təbii, sadəcə efiri, yəni, hamının bildiyi şeyə həsr etmək istəmir. Məsəl üçün, Azay Quliyevin mətbəsi var, çap biznesi ilə məşğuldur, okey, əmlakları var, QHT-də o QHT-nin pullarını yeyən vaxt, Ələsanın vaxtında özünə bir biznes şəraiti qurub, çox deyib bu deputatlar, yəni 1 deyil, 2 deyil, 3 deyil, gərək 125 deputatdan 6 deputat yeri boşdur, 119 deputatdan da harasa bir 19-u çasıbdır, yerdə qalan 100-ün biznesi var. Həqiqətən də bu belədir. Necə mübarizə aparaq? Mən hesab edirəm ki, qanunvericilikdə qadağandır. Qanunvericilikdə qadağandır. Qanunverici qanunu icad edən, deməyim, qanunu düşünən, təsdiq edən insanlar özləri qanunu pozurlar. Birisi çünki xalq tərəfindən seçilməyiblər. Mövzu budur. Öz maraqları naminə qanun layihələri qəbul edirlər. Mən hesab edirəm ki, təbii ki, gəlir deklarasiyası haqqında qanun. Baxın, görür, neçə illərdir biz bu deyilir. Hələ də bu qanun qüvvəyə minmir. Milli Məclis müzakirəyə çıxartmır. Mən Sahibə xanıma xüsusi rəğbətim var və hesab edirəm ki, çox ədalətli insandır. Və ümid edirəm ki, Sahibə xanım sədirliyi altında bu gəlir deklarasiyası haqqında qanun qüvvəyə minəcək, məmurlardan ən kiçiyindən tutmuş ən yüksəyinə qədər. İldə bir dəfə, ya rübdə bir dəfə fərq etməz, indi o qanun layihəsi qüvvəyə minəcəyi halda bilmək olar. Ən azından ildə bir dəfə gəlir deklarasiyası vermək məcburiyyətində qalsın. Yalnız və yalnız bu yolla buna qarşı. Orada iki yolu var. Ya yalan danışıb cinayət məsuliyyətini qəbul edəcək, ya da ki, əmlaklarını başqalarının adına keçirəcək. Amma bilirsiniz necədir? Əslində çox anormal bir məsələlər var. Çox anormal məsələlər var. Məsələn, bir ara anormal məsələ bu idi ki, parlamentin deputatı həm də universitet rektoru idi. Və universitet rektoru təhsil nazirinə tabidir. Və deputat heç də tabi olmamalıdır. İndi təsəvvür edin, hökumətin nümayəndəsi, yəni təhsil naziri gəlirdi, parlamentə çıxış edirdi. Təhsil sistemində çalışan rektora, deputat olan rektora, o hökumətin üzvünə tabiçiliyi varsa, ondan nə sual verə bilərdi, ondan nə sora bilərdi, ondan nəyi tələb edə bilərdi? Heç nəyi. Və bu uzun müddət belə olub. Uzun müddət belə olub, sonra neytrallaşdırıldı. Büdcənin böyük həcmini verən SOCAR-ın prezidenti millət vəkili idi. Toxunulmazlıq var. Bəli. Heç kim toxuna bilmir, məsuliyyətə cəlb etmək olmur. Azərbaycan nəqliyyat üzrə dövlət Cavit Qurbanov idi də, o nə idi? 28 may metrosunun ətrafında Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti rəhbəri həm də deputat idi. Bilirsiniz, bu icra edici qurumdur, həm də qanunverici qurumda təmsil olunurdu. Bu anormallıq idi və bu qanunu icra edəcək şəkildə hazırlamış. Bu qədər sadə. Bəli, çox təəssüf olsun. Böyük anormallıq idi. Çox şükürlər ki, prezidentin iradəsi ilə bu məsələlər tənzimləndi artıq. İnşallah bundan sonra da tənzimlənər. Bundan sonra edilməli olan parlamentdə əsas məsələlərdən biri, mən hesab edirəm ki, sözün yaxşı mənasında parlament deputatlarının biznes fəaliyyətindən məşğul olanların siyasının müəyyənləşdirilərək onların üzrə parlamentin bağlanmasıdır. Açıq, yəni bu Azərbaycandır. O deputatların necə deputat olduğunu hamı yaxşı bilir. O deputatlar da parlamentdən imtina edib bizneslərinə qovuşmağı tərcih edirlər məncə. Əmin olun ki, o deputatlar elə öz bizneslərini qorumaq üçün deputat olmağa. Qorumaq üçün. Bəli, yəni toxunulmazlıq sadəcə deputat üçün deyil və də biznes üçün. Biznes üçün. Amma Azərbaycan çətir kimi istifadə etmək üçün istifadə edirlər. Bu da dövlət maraqlarına uyğun deyil. Bu azad rəqabətə uyğun deyil. Monopoliya və s. Monopoliyanın mühafizəsi və toxunulmazlığını daha çox təmin edir. Bir mənalı. Amma Azərbaycan Milli Məclisinin tarixi var. Biz Lalə Şövkət Hacıyeva, Etibar Məmmədov kimi deputatları tanıyırıq. Hansı ki, vaxtı ikən ölkənin formalaşmasında tarixi rollar oynayıblar. Bu insanların da siyasətə geri dönüşü haqqında son günlərdə məlumatlar var. Sizcə onlar ölkədə siyasi həyatına geri dönüb nəyisə dəyişdirə bilərlərmi? Nə qədər uğurlar onların dönüşü? Mən hesab edirəm ki, bu mətbuatın gündəmə gətirdiyi real olmayan informasiyalar. Fake-dir yəni. Bəli. Çünki mən Etibar Məmmədovun
gözəl bizneslə məşğul olduğunu bilirəm və onun siyasi həvəsinin olmadığının fərqindəyəm. Etibar Məhəmmədov zaten siyasi ambisiyalı adamdır, bu onu da deyim. Nəsə bir böyük bir siyasi proses baş verəcəyi halda, şanslar olacağı halda siyasi prosesdə qoşula bilər. Biraz da realist adamdır, bu da ondan qaynaqlanır. Və inanmıram ki, Etibar Məhəmmədov ciddi siyasətə qayıtsın, nə buna həvəsi var, nə də hövsələsi var. Etibar bəy ən qəşəng siyasətdən əldə etdiyi uğurdan çox biznesdə uğur əldə edib və ona görə ən böyük uğur əldə etdiyi sahəni qoyub təzədən uğur əldə etmədiyi sahəyə geri dönməz. Lalə xanım Allahdan şəfa diləyirəm. Lalə xanımın səhhəti buna imkan vermir ciddi siyasətlə məşğul olmağa. Lalə xanım xətri, hörməti saxlanılmalı. Azərbaycan tarixində özünə məxsus tarixi xidmətlər olmuş şəxsdir. Sözün hər mənasında, istər iqtidar dövründə, istər müxalifət dövründə, istər iqtidar üçün etdiyi tarixi xidmətlər, istər müxalifətdə olduğu xidmətlər danılmazdır. Allah şəfa versin, Allah ömür versin ki, Azərbaycanın xoş günlərini bundan sonra da görmək nəsib olsun. İnşallah. Amma mən hesab edirəm ki, Azərbaycan siyasətinə yeni simalara ehtiyac var. Gənc simalar deyək. Bu mütləqdir. Baxın, 60-a yaxın siyasi partiya var idi. 60-a yaxın siyasi partiyanın içərisində 58-i, 57-si, üzr istəyirəm, 59 siyasi partiya var. 57-si 1988-ci ildəki o məlum dalğadan çıxmış insanlardır. Yenidən qurma, Qarbaçovun demokratik dəyişikliklər. Bu dövrdən çıxmış insanlardır. Yeni insan kim var axı? 2-3 nəfər istisna olmaq şərti ilə. Bilirsiniz, bir siyasətçi üçün bəlirli bir sürə var, bəlirli bir müddət var. Edə biləcəyi işlər var və bunun planı var, layihəsi var, konsepsiyası var və s. Bunun üçün də normalda, istər müxalifətdə olsun, istər iqtidarda olsun, fərq etməz. İqtidarda olan şəxsin də həyata keçirə biləcəyi layihələrin müddəti 5, maksimum 10 il. Və bu dünyada prezident 10 ildən artıq ola bilməz, 5 illik müddət, kimsə yatıb da yuxuda durub ki, bu 5 il olmalıdır, belə deyil. Hesablanmış bir düsturlardır bunlar. Əgər bir insan ki, prezident kimi 10 il ərzində nəsə edə bilməyib, öz layihəsini reallaşdıra bilməyib, artıq əmin olmuş 15-ci il edə bilməyəcək, 3-cü dəfə seçilməklə edə bilməyəcək. Müxalifətdə də bu belədir. Əgər bir siyasi partiya öz ideologiyasına, öz konsepsiyasına və proqramına seçiciləri inandıra bilməyibsə, arxasıyla insan, tərəfdar toplaya bilməyibsə, tərəfdar apara bilməyibsə, inanın ki, onun siyasətdən sonra 10 ildə qalsa və yaxud da hərdən geri çəkilib yoxa çıxıb, birdən qəfil sürpriz dönüşü ilə insanları təəccübləndirəcəyini düşünürsə, yanılır. Edə biləcəyini 88-ci ilin o yenidən qurma dövründə ortaya çıxmış siyasətçilər ediblər, sadəcə tükəniblər siyasi cəhətdən. Amma onların siyasi memuar yazan dövrdür. Mən hesab edirəm. Onların təzən siyasətə gəlməsi Azərbaycan siyasətdən yeni nəfəs gətirməyəcək. Bəli, bəli, tamamilə düz deyirsiniz. Gənclərə yol vermək lazımdır. Misal üçün, mən bunu bir haşiyə kimi deyim. Sizin, şəxsən sizin, bu tərif kimi deyil, reallıqdır. YouTube platformasında bir müddət kanallar yadımdan çıxıb. Misra TV. Misra TV açmışdınız. Yeni simasız, nə qədər populyarlıqla izlənilirdiniz, xatırınızdadır. İndi də bu belədir. Düzdürmü? Niyə? Çünki insan şuurlu məxluqdur, şuurlu canlıdır. İnsan evladı hər zaman yenilik axtarır. Çəylənmiş, üzr istəyirəm izləyicilərdən, sizdən də, yeni olmayan, köklənmiş fikirləri dinləmək həvəsində deyil. Bir insan gündə şəkərbura paxlava ilə çay içsə, onun üçün Novruz bayramının, bahar bayramının önəmi qalmaz. Əgər hər kəs evində hər gün dolma, aş yesə, bayramda xüsusi yemək siyasından o dolma aş çıxar. Yəni, bir insan, bu psixoloji məsələdir. Yəni, tıncıxır, bezir, yorulur, göz yorulur və artıq ciddi hadisələr, ciddi bir insan kimi qəbul olunmur. Məsəl üçün, Neymət Pənahlı Azərbaycan siyasətinə nə verə bilər? Reallıq var da. Özünü tərifləməkdən başqa, mən 88-də, onun bütün mən müsahibələrdə keyfim olmayanda baxıram gülmək üçün sözün yaxşı mənasında. Bu gündən sual verilir, bu gündən bir cümlə deyir, gedir 88-ci ilə, 89-cu ilə intrigant adamdır, intelligent yox ha, intrig adamıdır. Nə bilim, Həcər belə gəldi, atın üstündə mən belə. Yəni, bu artıq bu dövr deyil də, 21-ci əsrdir. İnsanlar
daha real, daha konstruktiv. İnsanlar daha da baxır, korrekt. izləyir və onların qarşısında bir seçim var. Bəli. Yəni bir gənc məsəl üçün bir parti başqanı tutaq ki, məsələn sizin simanızda və Sizin yaxud simanızda Ağ Parti başqanı var və yaxud da ki digər keçmiş 88-ci ildən və onlar baxırlar, seçim deyir ki, razница познается в сравнении. Yəni fərqi qarşılaşdırdığın zaman anlayırsan. Bir məna. Yaxşı ki də var. Niyə? Çünki onlar olmadan bunların üstünlüyünü hiss etmək olmur. Hərdən buna sevinmək olur. Hərdən də bir siyasi partiya rəhbəri olaraq mən üzülürəm. Niyə? O da siyasi partiya rəhbəridir. Sən də siyasi partiya rəhbərisən. Biri efirdə durur, baş ayaq dayanır. Bu siyasi partiya institutunu gözdən salır. Bir tərəfdən yaxşıdır. Yaxşı, siz dediyiniz kimi pis olmasa yaxşının dəyəri bilinməz. Amma bir institut olaraq, siyasi institut olaraq partiya ciddi bir anlamdır. Hər kəs özünə görə bir PR metodunu seçib, kimisi ağıllı fikirləri ilə, kimisi başayaq fikirləri ilə bu PR olsun. Bəli. Son sualım Azərbaycandakı son illərdə meydana gəlmiş bir tendensiyadadır ki, hər kəs Bakıya köç eləyir, rayonlar boşalır, kəndlər boşalır, Bakı şəhərində ev qiymətləri qalxır və insanları rayonlara bağlayan, kəndlərinə bağlayan və nəticə etibarilə adət-ənənələrimizi, mədəniyyətimizi qoruyacaq o beşik kənd beşiyidir. Yəni şəhərdə elə bir şey yoxdur. Onlar məhv olurlar. Yəni sizcə bu tendensiya nə qədər davam edə bilər və bu tendensiyanın düzəlməsi üçün nə etmək lazımdır? Fuad bəy, təbii ki, bu Azərbaycan masştabında qlobal problemdir. Amma mən hesab edirəm ki, 2025-ci ildən sonra Bakı boşalacaq. Konsepsiya var, layihələr var, bölgələrin inkişafı ilə bağlı və xüsusən də işğaldan azad edilmiş torpaqlarda bu gün həyata keçirilən işlər var. Çox sürətlə, biraz pafos kimi səslənməsə, deyərdim ildırım sürəti ilə. Orada təmir, tikinti işləri gedir, mən özüm səfər edirəm ora. Həm dövlətin təşkilatçıları ilə olan səfərlərdə iştirak edirəm, həm özüm fərdi qaydada gedirəm. Mən əminəm ki, çox qısa zamanda Azərbaycanın birinci işğaldan azad edilmiş bölgələrində çox sürətli inkişaf edəcək, çox sürətli inkişaf edəcək. Və biz o inkişafı 2025-ci ildə görəcəyik. 25-ci ilə qədər orada bütün infrastrukturun yenidən qurmanın bitməsi və məcburiyyət qarşısında öz dədə-baba torpaqlarını işğalı nəticəsində oradan köç etmiş insanların Bakıya və mərkəzə yük olmuş, yəni yükləm sözün yaxşı mənasında bunu təbii ki, əlbəttə deyirəm, sıxlığa səbəb, yəni bu heç kəs sevərəkdən öz dədə-baba yurdunu qoyub, əlbəttə gəlməyib. Həmin o insanların həmin o bölgələrə qayıtması təxminən Bakıda bir yarım milyonluq insan azalması ilə nəticələnəcəkdir. Və mən 25-ci ildən sonra tam fərqli Azərbaycan görürəm. Əksinə, mərkəzdən, sıxlıqdan insanlar bölgələrə köç edəcək. Sözün yaxşı mənasında. Amma orada iş yerlərinin açılması ona gəlirdim. O vacib məsələdir. Mütləq ona gəlirdim. Hətta normal bir biznes imkanları. Məsələn, məndə olan informasiyaya görə Qarabağda sahibkarlıq və digər iş qurulması dövlətin edəcəyindən əlavə sahibkarlar üçün bir növ güzəştli kreditlərin və vergi güzəştlərinin tətbiqi nəzərdə tutulub. Bu da Bakıda iş qurmağa can atan sahibkarların, iş adamlarının xırda, kiçik, orta, böyük fərq etmədən artıq öz bizneslərini həmin bölgəyə daşıyıb, həmin bölgəni inkişaf etdirməklə daha çox qazanması istəyindən təbii ki, bu gəlir, bu kommersiyadır. Bölgəni tam iqtisadi cəhətdən inkişafına zəmin olacaqdır. Və digər tərəfdən, digər bölgələrlə bağlı mən bildiyim qədərilə parlamentə belə bir layihənin hazırlanması üçün fikirlər ünvanlanılır. Parlament bu il sonundakı büdcədən regionların sosial və iqtisadi inkişafını həyata keçirəsi çox böyük layihə qəbul etməlidir. Və hesab edirəm ki, 25-ci ildən etibarən 2025-2026-cı illərdə Azərbaycanın bölgələrinin sürətlə inkişafının şahid olacaq. İnşallah Türkiyə modeli bizim üçün örnək ola bilər. Çünki Türkiyədə görürsünüz, əhali necə paylanıb bütün ölkə üzrə və böyük şəhərlərdə doğrudan da çox insanlar yaşayır. İnşallah sizin dediyiniz kimi universitetlərin də kökü nəzərdə tutulub və s. Əlbəttə ki.
Burada bizim bir qonağımız gəlmişdi Sankt-Peterburqdan, Heydər İmanov akademik və o da təklif edirdi ki, universitetləri Bakı şəhərindən regionlara yaymaq lazımdır və o regionlardan elə bir universitet sistemi qurulmalıdır ki, tələbə yaşadığı evdən dərsə gedib, yenə də yaşadığı evə qayıtsın. Yəni uzun məsafə qət etmədən. Bir mənalı. Və yaxud da elə belə deyək, bir məsələyə bir başqa frazla baxsaq, X bir universitet X bir bölgəyə köçürülübsə, başqa bölgədən həmin universitetə qəbul olmuş tələbələr ta ki Bakıya gəlib icarəyə ev götürürlər, kirayə ev götürürlər. Həmin o bölgəyə gedəcəklər. Həmin o bölgədə əmlak bazarı inkişaf etmiş olacaq. Həmin o bölgədə bir evini icarəyə verən, kiraya verən şəxs həmin tələbədən heç tələbə yataqxanası fərqi dəyişikliyi yoxdur. Yəni bu bölgədə alıcılıq qabiliyyətini artıracaq. Bölgəyə bir 10 minə yaxın, məsəl üçün, gənc gəlmiş olacaq. Bu iaşə obyektlərinin işləməsinə, ticarət obyektlərinin işləməsinə müsbət təsir göstərəcək. Yəni bütün bu bölgələrdə iqtisadi artıma səbəb ola bilər. Təkcə tələbələrin üzərinə yox, digər dövlət qurumlarının, digər hərbi indi demək olmur, sənaye zavodlarının çıxarılmasını, təmin etməsini ola bilər. Hamısını bir şəhərə, bir əraziyə yükləmək doğru deyil. Amma yenə də mən hesab edirəm ki, 2025-ci ildən sonra 25-26-cı illərə biz bölgələrimizin sürətli inkişafının şahidi olacağıq və hər nə olmasından asılı olmayaraq qazanan yenə də xalqımız və vətənimiz olacaq. İnşallah Ağasöz bəy, çox təşəkkür edirəm sizə verdiyiniz məlumatlara görə. Perspektiv olaraq gözəl görünür, amma 2025-ci ilə az qalıbdı. İnşallah bu 2 il yarım ərzində də biz bu perspektivlərin canlı şahidi olarıq. Təşəkkür edirəm gəldiyiniz üçün. Yenə də gözləyirik. Mən təşəkkür edirəm dəvət üçün. Çox sağ olun əziz izləyicilər. Verilişimiz başa çatmışdır. Like işarətini qoymağı unutmayın. Sağ olun, gələn görüşlərə qədər.